Qanlı qalanın sirri. Sonra senzura qoymayıb, Əlsətdən Əmatekiyev rəhmətli ilə senarist bunun adını dəyişib. Elib bir qalanın sirri. Mən bilirəm ki, bir qalanın sirri açılmayıb, mənim öz şəxsi fikrimdir. Bilirlər, asmaq üçün, biz Rus demişkən, pokoleniyalar gəlməlidir beləsinə. Bu işin üstündə işləyib açmaq, məsələn, ola bilər ki, indi rəhmətli sağ olsaydı, bəlkə bunun davamını da çəkərdi. Yəni, davam etdirin də. İndi onlardan da bir xatirə qalıb ki... Əgər Elşən Bozqayanı yaradırsa, mən mətanət gülünü onun bağında öz əllərimlə keçirim. Bu dərmanın necə hazırlandığını sən heç bir yolla öyrənə bilməyəcəksən. İlə ürəyinə qüvvət gəlsin. Göy göz kasa! Göy göz kasa! Vidadə Əmrullaoğlu Bir qalanın sirri filminin çəkildiyi evin sahibidir. Deyir ki, film çəkilişləri zamanı o hələ uşaq imiş. Sözü gedən ev illər ərzində təmir olunub, görüntüsü dəyişsə də, Vidadə Əmrullaoğlunun xatirələrindəki görüntülər dəyişməyib. O film səhnələrinin hələ də harda necə çəkildiyini dəqiqliklə xatırlayır. Göygöz Kosanın güzgüsünün necə uçaraq gəldiyini, filmdəki Alabaşın Elşən obrazındakı aktyora necə öyrəşdirildiyini danışır. Onun fikrincə, artıq bu cür filmlər çəkilmir, lakin davam etdirilməlidir. Vidadə Əmrullaoğlu hələ də qalanın sirrinin açılacağı günü gözləyir. Atam rəhmətli ilə Əlsətlər Əmatekiyev demək ki, salam mələkləri olub. Ona görə ki, yox ha. Demək, bir neçə yerə gediblər özünün dediyinə görə bu ətraf həyətlər. Bu həyət demək ki, o kinonun senarisi əsasında hələ bir ki, beləsinə təsəvvürlərinə götürüblər beləsinə, təsviri beləsinə. Çiğidim mən beləsinə, təsəvvürümə də götürmürdüm ki, deyirdim, indi salam mələk eləyiblər, gəlib çay içmağa belə. Amma görürdük, bir 20-30 adamla belə, onların içində artistlər də vardı. İndi Əlsətlər Əmatekiyevin indi tərtib elədiyi senarist özünün alayı beləsinə görürsən, başqa-başqa sahənin də mütəxəssisləri vardı, kino sahəsində də olardı. Bir həftədən sonra gəldilər bunlar, töküldü bura, projektorlar tökülmüşlər beləsinə. Deyə bu heysi indilərdən qazıyanda ağac əkəndə burada görürsən ki, haradasa bir metr dərinlikdəmi, məsələn 40, yarım sant, 50 santim dərinlikdəmi, bu projektorların kömürləri çıxır, kömür qoyurdular, işıqlandırırdılar. Burada bir senarist qormuşlar, düzəltmişlər belə də, səhnə qurmuşdular. Həmin o səhnədə Elşən otururdu ya orada, demək ki, rəhmətli Gündüz Abbasovdur, Elşəni oynayan, Allah rəhmət eləsin onu da beləsi oynayan, oturur. Demək ki, kitabları tökürlər rəflə, sandıq da var idi yanlarında, böyük bir sandıq, oradan kitabları asır sandıqdan götürür, beləsinə oxuyur. Yəni ki, indi hasar eləmişik də belə. Onun o tərəfində, demək ki, görsədir, gəlir Göygöz Kosa, qapını açır içəri girməyə, demək, hadıdır, bududur, mətanətli, Elşəndir, yanıblar. Görsən, açır qapını, rəm atıram, fala baxıram, rəm atıram, fala baxıram, fil, orada cəmaat da baxır, bayırda yanıblar, beləsinə. Bunlar çəkirlər də, epizodu da beləsinə. Elşən, mətanət, demək, hadı budur. Elşən deyir ki, mətanətə, bu səs mənə tanış gəldi. Deyəsən, götürüb balta ilə neysə, üstünə çıxır. Həmin tində qapını girəcəyində, bu tində, qonşunun binasıdır, bu tində. Demək, tüstü formada belə bulut kimi yaranır, orada qeyb olur. Göz Kosa baxır ki, yoxdur, getdi. Rəmlətirəm, fala baxıram. Rəmlətirəm, fala baxıram. Dəyişmişik bir neçə illər bundan qabaq. Həmin orada da bir dekorasiya yaratmış, səhnə yaratmışdılar. O həkim Eldostunun görürsən ki, əli daşa dönür, zindandan gələn, çıxandan sonra da əli daşa dönür. Demək, orada buna lazımdır ki, məlhəm, eliksir deməklə. Hadi budur, görürsən, dayanıblar Elşən. Deyirlər ki, biz necə eləyik indi bunu? Deyir, bəs mən götürdüm, şahın adamları gələndə gizlədmişik, su qoyduk, məlhəmi götürdük, eliksiri gizlədmişik biz. Götürür, gəlirlər, tökülür, açılır əli beləsinə, yəni sehirdən çıxır. Sehirli gücdür, yəni ki, həkim Eldostunu Simnar xan harada saxlayır?
Harda? Hansı mağaradamı, zindanda mı belə görsədir? Demək ki, burada tut ağacı var idi 2. Bu 90-cı illərin ortasına kimi qalırdı. Sonra neysə də belə indi demirəm, neysə də keçdik. Böyük tut ağacı. Orada otururdu bir nəfər tut ağacının demək üstündə. Oradan tellə buraxırdılar. Güclü gəlirdi. Bu hissəyə gəlirdi belənçiylə. Baxırdılar. Yəni ki, Simnar xan Həkim Eldostunu hansı zindanda, hansı da mağarada saxlayır belənçiylə. Atla it danışır, xallı yallı ya. O qalı bu tərəfdə hasarlamışıq belə. Orada olan yeri idi belənçiylə. Özü də atın deyəcəm də o vaxtlar deyirdi. Onu sonra bəli, xallı yallı indi senarist də belənçiylə. Demək ki, o dövlət atıdır, o cızır atlarıdır. Onu hardansa o vaxtlar deyəsən rəhmətli elə deyirlər. Bu Əli Məmməd kinostudiyanın direktoru almışdı, onu götürmüşdü bura Azərbaycan. Hələ söhbətə Yasmin. İkin adı amma Toplan idi, Toplan. O iki öyrənmək üçün Elşənə, onun yeyisi gəlmişdi bura, gəlmişdi. Paşlı bir 2 həftə, 2 uyğunlaşdırmaqdan ötürü Elşənə. Xalli, ay Xalli, məni bağışla dostum. Dünən məni təbişlə vuranda yadına heç dostluq düşmürdü. Ged yat, sabah usta Bozdağa gedəcək. Biz də onunla olmalıyıq. Yaxşı dostum, yaxşı. Barışdıq. Demək barışdıq. Mətanət dəvənin üstündə ya. Demək o küçənin başlığından gəlir, indi Rafael Cəfərovdur. Orada Seyidlərin məhəlləsi deyirlər də, yaşayırlar Seyid Peyğəmbər övladlarının məhəlləsi. Oradan belə gəlir, dəvə ilə girir bura içəri. Həmin o ki, orada mətanət oynamır. Kəzabəyə qoyurlar. Burada Firuzə xanım var idi. O vaxt poçtalyon, poçta işləyərdi. Onu çəkiblər, oxşayır mətanətə. Qanlı Qavalın sirri. Sonra senzura qoymayıb, Əlsətdən Əmateçiyev, rəhmətli də senarist, bunun adını dəyişib. Elib bir qalanın sirri. Keçmişdə uşaqlıq dövrünü yadıma salıram belənçiyinə. Özüm deyirəm, Rauf rəhmətli ilə burada dayanmışdı, baxırdı. Görürsən, oradan görürsən, gəlirdi. Operator biraz belə dayanın, düşərsiniz belənçiyinə. Belənçiyinə görürsən, bəlatdır da, vallahi qızım, həyatdır, bilmək olmuyor. Yəni də çox sağ olsun ki, çəkib qoydular rəhmətliklər belə şeyləri. Görürsən, tək bizim yox, başqa nə qədər filmlər var, çəkiblər, qoyublar. Bunlar özləri bizim gələcək nəsil üçün bir yadigardır, çəkib qoyublar. Mən bilirəm ki, bir qalanın sirri açılmayıb, mənim öz şəxsi fikrimdir. Bilirlər, asmaq üçün, biz Rus demişkən, Pakaleniyalar gəlməlidir belənçiyinə. Bu işin üstündə işləyib açmaq, məsələn, ola bilər ki, indi rəhmətli sağ olsaydı, bəlkə bunun davamını da çəkərdi. Bir qalanın sirrinin davamını da çəkərdi. Bildin mi belənçin, rəhmətli Əlsətlər Əmateçiyev, o dövrün məsələn üçün bu iş sahinin mütəxəssisləri belənçinə. Yəni də qısa formatda da olsa çatdırıblar da gələn də. Yəni ki, davam etdirin də. İndi onlardan da bir xatirə qalıb ki, yəni ki, ola bilər onu bir başqa mövzuda da təsəvvür etmək. İllər dəyişdikcə. Görürsən ki, zaman öz yerində, məkan öz yerində. Görürsən ki, amma yəni çi fayda, görürsən ki, dəyişikliklər olur da. İnsanlar nə qədər texnikə çoxaldıqca mənim öz şəxsim cürbəcür hadisələr baş verir belənçində, həyatda görür insanlar belənçində.